Bu çox çox rastlaşır. yayğındır, dəhşət yayğındır. Göndərmək məcburiyyətində deyil. Uşaq da getmək məcburiyyətində O deyil. doğru bildiyimiz yanlışlardan biridir də belə deyə bilərik yəni. 100% elədir. Getmək məcburiyyətində deyil, amma gedə bilər. Çünki akademik araşdırmalardan baxırsan ki, gənc yaşda ya da uşaq yaşında gedən uşaqlarda belə çox yaxşı bir şəkildə inkişaf vardır. Boy uzaması mənasında da var, qamət mənasında da vardır. Bədənini daha sağlam böyütməsi mənasında da vardır. Adam bu adaptasiyanı yaradırsa, digər bütün zərbələrə qarşı da özünü bir şəkildə yəni qorumuş olur. Başa düşdüm. Çox sağ olun, ətraflı cavab üçün. Deməli, növbəti bir sualımız. Yazıb full body həftədə 3 dəfə məşq edən adam üçün necə bölüşdürülməlidir? Yəni bədən proporsiyaları. Mən özümə də çox maraqlı bir sualdır. Məsələn, sinə ilə qolun arxası və yaxud da qabağı və bir də ayaq günü nə vaxt eləmək lazımdır? Yəni ən böyük mənə bura bəlkə bir 20 dənə sual gəlib. Bayaq siz özünüz də oxuduğunuz kimi ayaq günü nə vaxtda salmaq lazımdır? Nə ilə birləşdirmək lazımdır?